Nəhayət, həmin bu açılış səsini biz eşitdik. Bir neçə saniyə və yaxud bir neçə dəqiqə olmağına baxmayın, burada saatlar var. Ümumilikdə bu mənim 1 sutqaya qədər vaxtımı aldı. Bugünkü videoda çox fərqli bir şey yoxlamaq istəyirəm. 2025-ci ilin sonlarına doğru yaxınlaşırıq. Artıq 2026-cı ilin astanasındayıq və mən Windows XP-ni qurub yoxlamaq istəyirəm yenidən. Bu əməliyyat sistemini mən cəmi ömrümdə bir dəfə quraşdırmışam. Çox köhnə nəsil, elə XP dövründən qalmış bir kompüter idi. Windows 7-də səsi çıxmırdı, müvafiq driveri yox idi. Uzun araşdırmalardan sonra baxdım ki, 7-də, yəni bunun səs driveri necə tapılmır. Çıxış yolu ancaq XP yükləməkdir. Bu hardasa 10 il bundan əvvəl idi və ondan sonra da XP-ni nə quraşdırmışam, nə də istifadə eləmişəm. Bugün istəyirəm ki, onu yükləyib internetdən görə ISO faylını tapa bilirimi normal və bir kompüterə yükləyib işlətmək istəyirəm, baxmaq istəyirəm. Demək olar ki, bir nəsil həmin əməliyyat sistemi ilə böyüyüb, internet qruplarında əksər vaxtlar öz kompüterimiz olmasa belə internet qruplarda biz həmin sistemi görürdük və yaxud həmin dövrdə kompüterimiz olubsa, böyük ehtimal Windows XP əməliyyat sistemi ilə olub. Çox keçmədən gəlin başlayaq axtarıb yükləməyə və video keçməmişdən öncə bildirmək istəyirəm ki, kanalımızda bu tip maraqlı videolar çoxdur. Bu sadəcə test və əyləncə xarakterli bir videodur. Kanalımızda qutu açılışları, proqram incələmələri, Windows əməliyyat sisteminin yazılması, Linux əməliyyat sisteminin yazılması, silinmiş faylların qaytarılması və bu kimi bir çox faydalı videonu tapa bilərsiniz. Ona görə də mütləq kanalımıza abunə olun, bildirişləri də açın ki, faydalı videolardan anında xəbəriniz olsun. Google-a daxil oluruq və Windows, Azərbaycan dilləri qayıdaq ingilis dilinə, Windows XP ISO yazıb axtarıram. Görək hansı nəticələr çıxacaq. Burada videonu sürətləndirmişəm. Bir neçə saniyə və yaxud bir neçə dəqiqə olmağına baxmayın. Burada saatlar var. Ümumilikdə bu mənim 1 sutqaya qədər vaxtımı aldı. Bir neçə ISO faylı yükləmək, yoxlamaq və uğursuzluqlar. Ancaq hər uğursuzluq olduqda mən yeni yol axtarmağa başladım, yeni üsul axtarmağa başladım. Əsas məqsəddir, mən Windows XP-ni yükləmək istəyirdim. ISO faylını yüklədikdə fikirləşirdim ki, düzdür, notebook, əlimdə olan notebook o qədər də köhnə olmasa da kifayət qədər müasir idi. Yəni XP dövründən qalma deyildi. Ən azından Windows 7 və Windows 10 da dəstəkləyə bilərdi. Ancaq fikirləşirdim ki, ISO faylını yükləyərəm, birbaşa quraşdıra bilərəm. Gördüyünüz kimi ekranda bir neçə cəhd var. 3 cəhd elədim mən burada. Hər birində yükləmə, hər birində quraşdırma və hər birində də mavi ekran xətası aldım, gördüyünüz bu qaydada. Və ancaq yenə bilirdim ki, yükləyə biləcəm. Fərqli yollar var idi, fərqli üsullar var idi. Hər birini yoxladım. 3 cəhd elədim. Uğursuz oldu. Artıq burada saatı bəlkə də görürsünüz, gecədir. Səhərə yaxındır. Artıq səhər açılana yaxın. Mən 4-cü cəhdi indi qarşıda biz görəcəyik. 4-cü cəhd elədim. Bu gördüyünüz, hal-hazırda ekranda gördüyünüz Integral Edition deyilən, bu da həvəskarlar tərəfindən hazırlanmış və 2023 və 2025-ci illərdə yayımlanmış Windows-un ISO faylıdır. İçərisində müasir kompüterlərə uyğunlaşdırılmış driverlər əlavə olunub, müasir yeniləmələr, müasir modlar belə deyək, əlavə olunub. Çox ümidliydim buna, bunun üzərində çox vaxt itirdim. Bir neçə dəfə yoxladım, driverləri əlavə elədim, ancaq hər birində mavi ekran xətasını aldıq. Ümumiyyətcə, bütün videolarımda ilk öncə özüm yükləyirəm, test edirəm və ondan sonra videosunu çəkirəm. Sadəcə bu Windows XP-də eləmədim. Düşündüm ki, ISO faylını yükləyərəm, o qədər də çətin olmaz. Videoda qeyd elədiyim kimi, mən bir dəfə bunu quraşdırmışam köhnə markalı bir notebooka və çox rahat idi. Yüklədim, sadəcə ISO faylı quraşdırdım və hər bir şey işlədi.
10 üzərindən 9-10 ilə yaxın vaxt keçib düşündüm ki, yenə olacaq, ancaq məsələ ondadır ki, ümumi problemin kökü ondadır ki, həmin dövrdə hal-hazırda quraşdırmağa çalışdığımız notebookun yəni istehsalı yox idi, mövcud deyildi və ona görə də yeni cihazlara, yeni nəsil kompüterlərə Windows XP demək olar ki, quraşdırılmır, mümkünsüz görünür bunun quraşdırılmağı, ancaq mümkünsüz deyil. Biz indi bunun necə mümkün olacağını görəcəyik. Bu 3-cü cəhdimdir mənim hal-hazırda gördüyünüz. Burada da baxaq, bəli, burada da başqa bir səhv verdim. Dayanmaq yoxdur, yorulmaq yoxdur. Windows XP-ni bu gün mən quraşdıracağam istədiyim kompüterə və bu nəticəni əldə edəcəm. Yeni bir versiya tapmışam, onu yoxlayacağam. Bu daha çox işlək versiyaya oxşuyur. Birbaşa ISO fayldan quraşdıracağıq. Biraz əvvəlkilər ISO-ya müdaxilə, əlavə eləmək driverləri. Ancaq bunda deyəsən daha rahatdır. Artıq yükləmişəm, sadəcə sizə göstərirəm. Baxın, burada universal anti-installer beta ISO faylı var. Həcmi 2 GB-a yaxındır. Bu köhnə Windows versiyalarının həvəskarları tərəfindən hazırlanmış bir ISO faylıdır. Və bunu yükləyib, mən artıq yükləmişəm. Yükləyib bundan istifadə eləmək istəyirəm. Linki videonun açıqlama hissəsinə yerləşdirəcəm. Əgər işlək olsa təbii ki, oradan siz də yükləyib istifadə eləyə bilərsiniz. Vacib bir məsələni diqqətinizə çatdırım. Mütləq bunu lazımsız, yəni içərisində lazımlı fayllarınız olmayan bir kompüterə quraşdırıb yoxlayın. Windows 7 ilə, Windows 10 ilə birlikdə qəti şəkildə quraşdırmağa çalışmayın. Sisteminizə də, fayllarınıza da ziyan vermiş olacaqsınız. Ventoy flash kartımıza kopyalamışam. Ventoyun quraşdırılma videosu kanalımızda mövcuddur. Gəlin, daxil olaq. Budur. Bir çox sistemlərlə birlikdə universal anti-installer, baxın, bu ISO faylı bura yükləmişəm. İndi isə gedək, artıq bu 4-cü cəhdimdir. 4-cü dəfə cəhd eləyək Windows XP-ni quraşdırmağa. Budur Ventoy flash kartımız. Birləşdirirəm kompüterə. Və 4-cü cəhdimizə başlayırıq. Yəqin ki, bu dəfə alınacaq. BIOS-a daxil olaq, bir neçə vacib məqamı sizə göstərim. F2 ilə daxil olacaq. Burada da birləş gəlib. Burada vacib olan, eləməli olduğunuz 2 seçim var. Birincisi boot mod legacy seçimində olmalıdır. UEFI artıq bu köhnə versiyadır. Yəni UEFI seçsəz heç bir halda yüklənməz. Legacy BIOS olmalıdır. Və gördüyünüz kimi bizim flash kart birincidir. Boot ardıcıllığı, yəni başlanma cihazın hansı cihazdan açılsın, USB-dən biz Ventoya yükləyib birləşdirmişik. Buradan açılmalıdır. Bu seçim olmalıdır. Və burada F10 və yes deyirik. Budur, Ventoy proqramı açıldı və universal anti-installer ISO faylının üzərinə gəlirik, enter seçirik. Buradan isə normal modda. Burada space düyməsinin basını davam etmək üçün belə bir bildiriş gəldi. Seçimi etdik. Budur, belə bir ekran gəldi. Kameramızı yerləşdirək. Burada bir neçə bölmə var. Biz birinciyə daxil olacağıq. Əməliyyat sisteminin qurulması. Bunu seçirik. Default installation seçirik. Budur, Windows XP 64, 86, Windows 2000 var hətta bunun içərisində.
Biz XP-ni yükləməyə çalışacağıq. 64 bitlə davam eləyirəm. Gördüyünüz iki versiya var burada. Vanilla orijinal versiyadır, əl vurulmamış. Yəni əgər həmin dövrdən qalma kompüteriniz varsa, Windows dəstəkləyən, ona bu versiyanı yüklüsünüz. Yox, müasir kompüterlərə yükləmək istəyirsinizsə, nostalji bir seçim olaraq o günlərə dönməyin xətrinə mənim kimi, onda Patit versiya ikincini seçib yükləməlisiniz. Patit versiyanın üzərinə gəlirik, Enter seçirik. Bu bizim yaddaşdır, 100 GB həcmində hard disk. Bunu SSD-yə də quraşdıra bilərsiniz. Yəni tam modernləşdirilmiş versiyadır və yeni nəsil kompüterlərin hər biri üçün uyğundur. Hər birinə quraşdırılır. Hətta SSD-yə də quraşdıra bilərsiniz. Enter seçirəm. Daha sonra yenidən Enter. Bu addımlar demək olar ki, yadımdan çıxır. Videonun əvvəlində də qeyd etdiyim kimi bircə dəfə ömrümdə quraşdırmışam və 9-10 il bundan əvvəl. Və bu arada artıq mavi ekran xətası almırıq. Bura qədər gəldik. Düzdür, biraz fərqli addımlarla gəldik. Bu xüsusi hazırlanmış bir ISO faylıdır. Ancaq yenə də bizə lazım olan Windows XP-ni quraşdırıb həmin ekrana çatmaqdır. Sistemin işlədiyini görməkdir. Hələ ki, orada addımlayırıq. Burada Enter seçirəm. Uğurla quraşdırıldı. Reboot kompüter, yəni yenidən başladılsın seçirəm. Və bu arada flash kartı ayıram ki, yenidən Ventoy açılmasın. Windows XP belə bir seçim gəlir. Enter və yenidən birincini seçirəm. Cihazlar quraşdırılır. Əsasən qeyd edib ki, klaviatura və mouse quraşdırılır. Klaviaturanın əlavə klaviaturadır burada gördüyünüz kimi. Öz notebook köhnədir, işləmir özününki. Əlavə qoşmuşuq. Mouse-u da biraz əvvəl qoşdum, amma hələ ki hərəkət yoxdur. Görək uğurla quraşdıra biləcəyimi. Artıq son 1-2 addım qalıb. Tam xatırlamasam da Windows 7 ilə eyni qaydada kompüterin adı, parol seçimi bunlar olmalıydı. Klaviaturamız işıqlandı. Burada bu pəncərədə yoxlaya bilmirəm. Heyf ki, mouse yoxlayaq. Mouse hələ işləmir. Və budur, mouse işlədi. Baxın. Bura qədər fikir verirsə heç bir səhv almamışıq. Yəqin ki, bundan sonra da almarıq.
Və budur region seçimi. Növbəti deyirik. Bəli, kompüterin adını seçək. Öz adımı yazacağam. Parol seçmirəm, parolsuz. Budur 1 noyabr 2025-ci il. Buradan Bakı seçək. Növbəti deyirəm. Növbəti. Buradan yenə növbəti. Son addımlarda artıq açılış səsini eşidə bilsəydik çox yaxşı olardı. Yəqin ki, hansısa driverlərdə problem çıxacaq. Heç olmasa səs driveri olmasaydı yaxşı olardı. Budur artıq ana ekrandayıq. Açılış starta da artıq daxil oldu. Internet Explorer, Windows Media Player açaq görək. Həmin məşhur Windows Media Player. Baxın. Masa üstündəki ikonları əlavə eləyək. Tam yadıma sala bilmirəm. Aha, düz daxil oldum. Əlavə edirik. Burada bir payız şəkil olmalıydı. Bu. Bəli, budur. Fəsilə uyğun bunu da əlavə elədik və bunların da yerini biraz dəyişək. Kompüterə daxil olaq. Budur. Bu bizim yaddaş diskimiz DVD. Buradan driver səs çıxmadı, fikir verdinizsə. Çox gözlürdüm həmin səsi. Gəlin driverlərə baxaq görək hansı çatışmır. Bir neçə driverimiz yoxdur və ən əsaslardandır. Burada olmayan səs driverimizdir və internet. Ethernet də yoxdur, Wi-Fi də yoxdur. Digərləri var amma. Səs driverlərinin yarısı yüklənib, yarısı yüklənməyib. Baxın burada klaviatura yüklənib, mouse işləyir, display adapterə daxil olaq, standart. Başqa nə var idi? Klaviatura. Klaviaturanı yoxlayaq, harda yoxlayaq? Burada axtarışda yoxlayaq. Həmin o məşhur it axtarışda gəlib burada qarşımıza çıxan klaviaturanı yoxlayaq. Bəli, işləyir. Əladır. Saat
Tarix düzdür. Driverləri düzəltməyə çalışıram. Qarşımızda Snappi Driver Installer var. Bu bir driver packdir, driver paketidir. Müasir dövrdə o qədər də məsləhət görünmür yeni kompüterlərdə. Çünki hər birinin özünün rəsmi saytından yükləmək məsləhətdir. Ancaq bu məqamlarda, baxın burada yazılır Windows XP Vista driverlər də var, 7, 8, bütün Windows versiyalarının demək ki, driver bazası var. Həcmi yəqin ki, çox böyük olacaq. Pulsuzdur, limit yoxdur, heç bir premium funksiyası yoxdur, reklam yoxdur yazılıb. Flashdə daim saxlaya bilərsiniz. Görək həcmi nə qədərdir? Yükləyək bunu. 44 GB-dır. XP-nin xətrinə bu 44 GB-ı burada yükləyəcəm. Snappi Driver installeri yüklədik. Müasir driverləri, yaxşı driver paketlərini orada seçmək olurdu. 40 GB-ı mən 10 GB-a qədər endirə bildim. Dediyim kimi bizə lazım olan köhnə kompüterlərin driverləridir. Yenilər onsuz ki öz saytlarında, rəsmi saytlarında birləşdirilmiş olur. Flash kartı birləşdirək. Driver bu arada bu şəkildə quraşdırılırdı Windows XP-də. Yəqin ki, baxdıqca sizin də yadınıza düşür. Baxaq görək. Bizdən format istəyir. Heç bir maneə qarşımızı kəsə bilməz. Bugün o Windows'un açılış hissəsini, XP-nin daha doğrusu açılış hissəsini işlədəcəyik. Çoxdan aldığım və istifadə elədiyim belə bir 500 GB-lıq bir portatif hard disk var idi. Buna köçürdüm Snappi Driver installeri və bunu açmalıdır. Budur Snappi Driver installer açaq. Aha. Baxaq burada hansı driverlərimiz var. Tam oxunmur. Ancaq hamısını seçirəm. Burada bir Ethernet oxuya bildim. Bu Ethernetdir. Sound driver budur. Burada da video kart driveri var. Wi-Fi. Wi-Fi da seçək. Seçə bildikmi? Quraşdırma düyməsi hardadır? Onu görə bilmirəm. Install 17 belə bir şey var burada. Baxın, aha. Quraşdırma başladı. Baxaq görək. Birinci artıq uğurla quraşdırıldı. Biraz yaxınlaşdırım. Bəli, budur. Demək olar bütün driverlər uğurla quraşdırılır. Vacib olan internet, səs, bunlardır. Ekran kartını da quraşdırsa daha yaxşı. Burada artıq bir işarə gəldi. Wi-Fi olmalıydı bu.
bulandı. Görək. Wi-Fi hələ çatmamışıq. Wi-Fi aha aşağıdadır. Intel HD Graphics 3000 XP versiya. İlk səhvi aldıq. Bu yəqin ki ekran kartı idi. Wi-Fi quraşdırsın. Aha budur. Wi-Fi artıq quraşdırılıb. Heyf ki ekran kartı quraşdırılmadı. Daha yaxşı bir görüntü əldə edəcəkdik. Yenidən başladıq. Restart elədik. Aha səs. Nəhayət həmin bu açılış səsini biz eşitdik. Wi-Fi driverimiz də quraşdırılıb. Gəlin Wi-Fi-yə qoşulaq. Aha, 2 dəfə yazmalıydıq. Wi-Fi parolun düzü bu yadımda değildi. Demək ki XP-də beləymiş. 2 dəfə yazdıq. Aha. Budur, qoşulduq. Kifayət qədər uzun bir video oldu. Yarım saata qədər olan bir videoda. Ancaq siz düşünün ki, burada 24 saata yaxın bir müddət var. Ben bunu yarım saata sıxışdırmışam. Artıq yerləri kəsmişəm montajda. Və burada görürsünüz, mən yenə də çalışıram. Səhərin açılmağına az qalıb. Mən yenə də cəhd edirəm. Explorer işləmir. İnternetə qoşulu olsaq belə. Ancaq mən istəyirəm ki, internetə də girək və həmin dövrdə olan ən azı proqramlardan və oyunlardan da yükləyib yoxlayım. Bura qədər gəlmişəm, bu qədər əziyyət çəkmişəm. Və mən bunu videonun uzunluğunu nəzərə alaraq ikinci videoda eləməyə qərara gəldim. Bu videoya kifayət qədər bəyəni, kifayət qədər şərh gələrsə, ən azından 1000 bəyəni gələrsə bizim bu videomuza, mən bunun ikinci hissəsini çəkməyi fikirləşirəm. Və həmin dövrdə istifadə elədiyimiz Agent Mail.ru, Skype, yadıma düşənlərdən Winamp MP3 player olan, Windows Media Player var idi özündə üzərində gələn. Bu kimi proqramlardan və həmin dövrdə məşhur olan oyunlardan bir neçəsini yükləyib yoxlamaq istəyirəm. Bu da videonun ikinci hissəsi olacaq. Ona görə bu qədər əziyyətin, bu qədər əməyin qarşılığında kanalımızı izləyərək, videonu bəyənərək və əgər bir fikriniz varsa da, bir əlavə sözünüz varsa da şərhlər bölümündə bildirərək kanalımıza dəstək ola bilərsiniz. Kifayət qədər diqqət görsə bizim bu videomuz. İkinci hissədə sadaladığım proqramları Windows XP-yə quraşdırmağa çalışacağım və bunu da videonun ikinci hissəsi olaraq sizinlə paylaşacağım. Bugünlük bu qədər. Növbəti videolarda görüşənədək.